Verilişin sponsoru Coca-Cola. Salam dəyərli dostlar və mənim mətbəximi daimi izləyənlər. Yenə də evinizdə hazırlaya biləcəyiniz asan, tez və ləzzətli reseptləri paylaşmaq üçün sizinləyəm. Bugün yenə əla menü hazırlamışam. Birinci yeməyim kartoflu pirajki, yanında əlbəttə ki acıkası ilə. Əsas yeməyim bol ədviyyatlı barbekü toyuq, yanında Antalya piyazı. Və sonda şirniyyatım çiğ ələkli tart. Əgər ki hazırsınız, gəlin ekrana biraz da yaxın oturun, başlayaq. Hər zaman mətbəxdə uzun vaxt tələb edən işlərdən başlayırıq. İlk öncə başlayıram pirajkinin xəmirindən. Xəmir üçün mənə lazım olan yarım litrə süddən, yəni burada 300 mg süd var. Öncədən isidilmiş, bir balaca ilıqdır. Bunu əlavə edirəm qaba. Bu şəkildə. Görürsünüz, bir balaca ilıqdır südümüz. Buna əlavə edirik 1 çay qaşığı şəkər və 5 qram maya. Bu burada yavaş-yavaş acısın. Acıyana qədər də burada bizim 450 qram unumuz var, ələkdən keçmiş. Bunu əlavə edirik qabın içinə. Bir dolu çay qaşığı duzumuzu da bura əlavə edirik. Bir çırpıcı götürək və çırpıcı vasitəsilə bir ədəd yumurtamızı bura əlavə edək. Həmin mayanın içinə. Və bir yemək qaşığı yarım mayonezimiz var. Bunu da bura əlavə eləyib yaxşıca qarışdırırıq. Bunu yaxşıca çırpıcı vasitəsilə qarışdırırıq. Soruşa bilərsiniz, mayonez niyə əlavə edirik? Çünki ən çox gələn sual odur. Yəni çünki dəfələrlə hazırladığım pirajki xəmiridir. Bu mayonez bu xəmiri həm yumuşaq edir, həm də ki bilirsiniz ki pirajkini bişirəndən sonra dərhal yemək lazımdır, isti-isti. Daha sonra pirajki bayatlanınca biraz sərt olur və daha yeyilməz hala gəlir. Amma mayonez vurduğumuz zaman pirajkiyə nə olur? Xəmir elə bil ki pirajki bu dəqiqə bişib, hazır gəlib, hətta bir gün belə keçsə üstündən yumuşacıq pambıq kimi qalır. Onun üçün mayonez həqiqətən önəmlidir. Bunu yaxşıca qarışdırırıq. Əlavə edirik qabımıza və bunu mikser vasitəsilə yumuşaq xəmir alındırana qədər qarışdırırıq. Geri qalan işi mikser eləyəcək. Biz sadəcə ən son bir balaca bitki yağı əlavə eləyəcəyik ki, əlimizə xəmir yapışmasın. Gördüyünüz kimi çox gözəl, bu cür uzanan bir xəmir əldə elədik. Qeyd etdiyim kimi biraz əlimizi yağlayırıq ki, xəmir əlimizə yapışmasın. Biraz da xəmir yağlansa heç bir problemi yoxdur. Hər bir tərəfini qopardırıq. Kündə halına xəmirimizi salırıq və qoyuruq mayalansın. Biraz əlimizlə də yoğuraq. Yoğuraq dediyim, yəni yüngülvari qarışdırırıq ki, həm xəmir biraz yağlansın. Yəni burada maksimum 3 yemək qaşığı xəmirdən istifadə edirik. Həm də qıraqlardan bu xəmiri qopardaq. Görürsünüz, əlimizə demək olar ki, xəmir yapışmır. Sadəcə 3-4 yemək qaşığı bitki yağı ilə bunu alındırırıq. Əla, tam istədiyim kimi oldu. Kündə halına xəmirimizi saldıq. Bunu qoyuram mayalansın. Biz də digər işləmlərə keçə bilərik. Kip şəkildə bağlamaq önəmlidir. Niyə görə? Çünki içinə hava girməsin, xəmirimiz həm istidə qalsın.
yaxşıca mayalansın. Bunu bu şəkildə bağlayırıq. Xəmirim burada mayalanana qədər mən çiyələkli tart hazırlayacağam. Bunun üçün də artıq ərzaqları hazırlamışam. Belə bir qab götürürəm. Burada 100 qram unumuz var. Bunu əlavə edirik qaba. Əlbəttə ki, əgər unla bir şey hazırlayırıqsa mütləq duz lazımdır. 1 çimdik duz və soyuq kərə yağı. Burada 50 qram kərə yağımız var. Bunu umaç halına gətiririk. Kərə yağımızı da bu cür sürtkəçdən ilk öncə unlayırıq, daha sonra sürtkəçdən keçiririk. Bu önəmlidir. Kərə yağı mütləq soyuducudan soyuq olmalıdır ki, umacımız və şəkər, belə deyim də, dağılan xəmirimiz yaxşı olsun, qəşəng olsun, dağılan olsun. Bunu yaxşıca sürtkəçdən keçiririk. Qeyd etdiyim kimi, porç böyük deyil. Əgər ki, porçu çox atmaq istəyirsinizsə, əlbəttə ki, hər zamanki kimi 2-yə, 3-ə bunları vura bilərsiniz. Bu tam, belə deyim də, 2 nəfəri çox gözəl bir, 2-3 nəfəri çox gözəl bir tart alınacaq. 100 qram unumuzu, 1 çimdik duzumuzu və kərə yağımız 50 qram var burada. Bunları yaxşıca gördüyünüz kimi sürtkəçdən keçirdik. Tamamını alırıq. Bir spatula götürüm. Spatula yardımı ilə daha sonra digər ərzaqları da bura əlavə edəcəm. İlk öncə şəkər vanilim var burada, yarım paketi bura əlavə edəcəm. Yarım paketi də bunun içliyini hazırladığım zaman. 1 yemək qaşığı şəkər tozumuz var. 1 ədəd yumurtanın sarısı var. Bunu əlavə edirik qabımıza. Və bir spatula götürək. Bu spatula ilə bunları yaxşıca qarışdıraq. Gördüyünüz kimi çox gözəl bir umac əldə elədik. İndi bunları tamamını birləşdirmək lazımdır. Birləşdirici də nədir? Ya süddür, ya sudur. Burada 30 mg soyuq suyumuz var. Bununla birlikdə bunları yaxşıca spatula ilə əzişdirə birləşdiririk. Yəni bir-birinə bütün ərzaqları bağlayırıq. Artıq bütün ərzaqları bu cür qarışdırdıqdan sonra sıra gəldi çatdı əllə bunları birləşdirməyə. Çünki əlin istisi həm biraz kərə yağı əridəcək, həm də xəmiri birləşdirə bilərik. Gördüyünüz kimi bu cür əlimizlə bütün ərzaqları birləşdiririk. Görürsünüz, tam bütün bir xəmir əldə elədik. Bunu əlbəttə ki, qoyacaq biraz kənarda dinlənsin ki, gluten öz işini görsün. Gördüyünüz kimi, tam istədiyimiz kimi xəmir bir bütün olaraq artıq alındı. Bunu kündə halına salaq bu cür əlimizlə və qoyaq soyuducuda bir balaca özünü tutsun, həm də gluten öz işini görsün. Üzərini bağlamayaq, çünki birazdan xəmir bizə lazım olacaq. Çox gözəl çiyələklər almışdım. Elə onun üçün də düşündüm ki, bugün tam çiyələk tartı hazırlamaq vaxtıdır. Yəni çiyələkləri gördüyünüz kimi bu cür həm dadı çox gözəldir, həm də görüntüsü çox gözəldir. Bir 5-6 dənəsini gözəllərini ayırıram ki, üzərinə olan bəzək üçün istifadə edəcəm. Məncə 5 dənə bu cür böyük kifayət eləyəcək. Burada yarım paket şəkər vanilim var, 1 dolu yemək qaşığı nişastan var və 2 dolu yemək qaşığı şəkər tozum var. Çiyələkləri neynirik? Bu cür 4-ə bölürük. Yəni istədiyiniz şəkildə bölə bilərsiniz əslində. Çünki biz bunu daha sonra püre halına gətirəcəyik. Yəni bundan bir cem hazırlayırıq əslində. Kurt deyə bilərsiniz, cem deyə bilərsiniz. Yəni fərqli dillərdə çiyələklərin qoxusu və rəngi və dadı həqiqətən dəhşətdir. Çox gözəl bir tart alınacaq. Bu cür bunları doğradıqdan sonra alırıq elə qabımıza. Və keçirik ocağa. Ocaqda belə bir qazan götürdüm, balaca, orta boy. Bunun altını açırıq. Çiyələklərimizi bura göndəririk. Qeyd etdiyim kimi, yarım paket şəkər vanilimizi bura əlavə edirik. 2 dolu yemək qaşığı şəkər tozunu əlavə edirik. Su ehtiyac yoxdur əlavə eləməyə. Niyə görə? Çünki çiyələk onsuz da öz suyunu buraxacaq. Nişastanın da hələ vaxtı var. Bunlar burada bişənə qədər bir qaşıq vasitəsilə bunları yaxşıca qarışdırırıq ki, şəkər çiyələyə qarışsın.
Bir çimdik də duz vurum mən buna ki, dadı gözəl olsun. Yaxşıca cem halına gətiririk. Gördüyünüz kimi heç su vurmadan çiyələk öz suyunu buraxdı. Tam belə artıq içində bişib. 2 dolu yemək qaşığı şəkər tozu ilə, bir də biraz şəkər vanilindən. Biraz burada suyumuz var. Bunu əlavə edirəm nişastaya. Bunu yaxşıca qarışdırırıq. Burada 1 yemək qaşığı dolu nişasta var. Mütləq soyuq su olmalıdır ki, nişasta içində yaxşıca əriyə bilsin. Yaxşıca qarışdırırıq. Soruşa bilərsiniz ki, bunu niyə edirik? Ki, bizim bu hazırladığımız püreye tutqun olsun və axıb getməsin. Hazırladığımız tartın içindən. Yaxşıca bu cür qarışdırdıq. Tamamilə nişastanı suyun içində həll elədik. Gördüyünüz kimi çox az su istifadə elədim. Sırf içində hazırladığım nişasta ərisin deyə. Və bunu neynirik? Hazırladığımız cemin içinə əlavə edirik. Yaxşıca qarışdırırıq. İndi hazırladığımız cem həm qatılaşacaq, həm də bunu yaxşıca blenderdan keçirib püre halına gətirəcəyik. Görürsünüz necə qatılaşdı. Tamamən suyunu və çiyələyi topladı. Bunun altını tamamən bağlayıram. Hazırladığım bir blender var. Bunun vasitəsilə də hazırladığım çiyələyi püre halına gətirirəm. Blenderdan da keçirtdik. Bu cür gözəl bir cem alındı. Görürsünüz, tam da axışqan deyil. Bunu qoyuruq bir balaca burada soyusun. Mən də artıq yavaş-yavaş xəmiri alım, bunu yaymağa başlayaq. Xəmirimiz də artıq soyudu, tam istədiyim qatlığa gəldi. Belə bir qabımız var tart üçün. Yəni bu cür, əgər tart bu cür qabınız yoxdursa, mənim sizə tövsiyəm bunun altına yağlı kağız eləməyə, yəni bişirmə kağızı ki, tart qaba yapışmasın. Mən nə edəcəm? Biraz, təxminən 7-8 qram kərə yağını bu cür hər yerə gələcək şəkildə əlimizlə yayırıq. İndi isə xəmirimizi düzgün bir şəkildə qaba yayırıq. Çox qalın olmayacaq şəkildə, incə olmayacaq şəkildə də eyni qaydada bu cür əlimizlə düzləşdiririk. Əla, tam istədiyim kimi oldu. İndi nə edirik? Bu cemi düzgün bir şəkildə qabımızın ortasına yayırıq. Şöyle qaşıq vasitəsilə kənarlarını toplayırıq. Onsuz da tartımız bişəndən sonra bir balaca əyiləcək. Onun üçün bu cür eləyirik ki, həm cemimiz dağılmasın heç bir yerə, həm də ki tartımız gözəl olsun. Əla. İndi bu cür hazırladığımız burada çiyələklərimiz var. Bunları neyinirik? Düzgün bir şəkildə kəsirik və tartımıza dizirik. Göy Xəzər sənin eşqinlə səslənir bugün. Hər könül coşur önündə bir dəniz kimi. Ağ günlər gözəl qoyur. Gördüyünüz kimi tartımız artıq hazırdır. Bunu göndərirəm 170 dərəcə öncədən isidilmiş sobaya. Təxminən bir 25 dəqiqəlik. Qəlbimiz kimi. Ağ günlər gözəl qoynunda. Tartımız bişənə qədər biz boş dayanmayaq. Piyazın hazırlığına başlaya bilərik. Əgər ki bilmirsiniz piyaz nədir? Türkiyədə ümumiyyətlə yaygın olan soyuq qəlyanaltılardan biridir. Xüsusən də Antalya bölgəsində köftə ilə yeyir. Amma biz bugün bunun yanında toyuq hazırlayacağıq, barbekü toyuq. Əminəm ki onun üçün də çox yaraşacaq. Biraz fərqli üslubda hazırlayacağım. Bunun üçün də ilk öncə sosu hazırlamaq lazımdır. Bir ədəd, yəni bir stəkan dolu tahin lazımdır mənə. Tahinin hələ
bilməyənlər üçün nə olduğunu demək istəyirəm ki, susam, yəni küncütün əzməsidir. Küncütün əzməsindən çıxan bir yağdır. Burada bu cür bir üzüm sirkəsi var. Yəni təxminən bir yarım armudu stəkan qədər üzüm sirkəmiz var. 2 ədəd sarımsağımızı, yəni 2 diş sarımsağımızı da bura sıxırıq. Ki bizim hazırladığımız piyazı çox ləzzətli eləyəcək. 2 diş sarımsaq tamamilə bəs eləyəcək buna. Bilirəm ki, bizim Azərbaycanlılardan, xüsusən də həm İstanbulda, həm Antalyada çox gəzirlər və əminəm ki, bilirlər piyazın nə olduğunu. Ağ lobiyanın hazırlığı, üzərində soğan, xüsusən də qeyd etdiyim kimi yanında küftəsi. Amma biz bugün bunu fərqli üslubda hazırlayacağıq. Antalya bölgəsində biraz bunu fərqli eləyirlər. Yəni Türkiyənin hər yerində hazırlayırlar, amma hər bir bölgədə biraz fərqli eləyirlər. Çünki Antalyada bunu xüsusən də sousla hazırlayırlar və sousu da tam da bu cür hazırlanır. Bunu yaxşıca bu cür çırpıcı vasitəsilə qarışdırırıq. Sarımsaq, sirkə və tahin bir-birinə qarışsın. Bu cür hazırladıqdan sonra inirik. Buna bir balaca da limon əlavə eləyək, limon suyu. Bir ədəd limonun suyunu bura sıxaq. Yaşa otlar diyarı Azərbaycanım. Əlbəttə ki, duz da lazımdır buna. Biraz duz, biraz da su qoyub yanıma. Qaya duzundan da istifadə edə bilərsiniz və yaxud da mənim kimi sadə duzdan da istifadə edə bilərsiniz. Biraz su. Bunu yaxşıca qarışdırırıq. Axışqan bir sos alınmalıdır. Görürsünüz, artıq rəngi ağarır. Çox gözəl, ləzzətli bir sos. Bunu əslində fərqli salatlarda da istifadə edə bilərsiniz. Çox gözəl bir sosdur. Bir balaca, belə deyim də, axışqan olmalıdır. Tam mayonez kimi olmamalıdır. Biraz mayonezdən daha duru olmalıdır. Biraz da qarabibər əlavə eləyək. Akılayır bir ulduzu üfüqlərində. Tarixlərdə şöhrətin var, adın var sənin. Zəfər bayraqlar. Burada öncədən, bir gün öncədən ısladılmış, daha sonra bişmiş ağ lobiya var. Bu bizə lazım olacaq. Bunu əlbəttə ki, suyunu süzəcəm, amma biraz sonra ilk öncə soğanımızı doğrayaq. Məncə yarım dənə soğan, çünki soğanın böyüdür, yarım dənə soğan buna tamamilə yetərli olacaq. Bacardığımız qədərilə soğanı incə doğrayaq. Odun var sənin. Ey vətən, ey duyğum, ey həyəcanım. Hər zaman bu yer üzündə sən ünvanım. Gördüyünüz kimi soğanımızı da doğradıq. Tam istədiyim kimi yarımay şəklində bunu qoyuruq bir kənara, burada dursun. 2 ədəd pomidor da doğrayaq. 2-3 ədəd. Mən pomidor xoşladığım üçün 3 dənə pomidor doğrayacağam. Bu cür salxım pomidorlarını götürdüm ki, tam da mövsümüdür, çox ləzzətlidir. Bunların qabıqlı bir şəkildə də doğraya bilərsiniz. Qabığını çıxardıb da doğraya bilərsiniz. Bu tamamilə zövq məsələsidir. Sadəcə ortasını çıxartmaq lazımdır bu cür. Bunları da orta şəklində kub doğrayırıq. Yəni çox böyük olmayacaq şəkildə və çox da balaca olmayacaq şəkildə. Sanki belə deyim, hər kəs əslində çoban salatı fərqli şəkildə doğrayır və bu cür kub doğrayırıq. Mən çox incə doğramağı sevmirəm. Tam da mənə görə doğrama şəkli. Sən mənim varlığım, ürəyim, canım. Soğanımız da hazır, pomidorumuz da hazır. Sadəcə olaraq qaldı bizim bişirdiyimiz, yəni duzlu suda bişirdiyimiz lobiyaları yaxşıca suyunu süzürük bu cür. Gördüyünüz kimi çox ləzzətli lobiyadır. Bunu neyinirik? Tam qabın ortasına gətiririk. Yəni mən bu cür eləməyi sevirəm, amma ki siz əgər ki qarışdırmağı sevirsinizsə qarışdıra da bilərsiniz. Mən istəyirəm ki hamısı qat-qat olsun. Daha sonra əlbəttə ki yemək əsnasında bunu hamısını bir-birinə qarışdıracağıq. Yaxşıca suyunu süzürük. Bu
Bu cür bunu qaba düzürük. Ardından neynirik? Soğanımızı bol-bol üzərinə gətiririk. Pomidoru da eyni qaydada üzərinə qoyuruq. Bu cür. Və hazırladığımız sousu ən sonda eləyə bilərsiniz. Mən indi istəyirəm əlavə eləyim ki, biraz soyuducu saxlayacağam. Ən son üzərinə bişmiş yumurta əlavə eləyəcəm, amma bu artıq masaya servis edilincə. Sousu saxlayıb daha sonra da istifadə edə bilərsiniz. Bu cür bunu sousla yaxşıca üzərinə gəzdiririk, göndərirəm soyuducuya ki, orada özünü tutsun. Ən sonda bişmiş yumurtanı kəsib üzərinə doğrayıb masaya servis ediləcək. Amma ki, hələ tezdir. Piyazımız hazır olduğu üçün sırada kartoflu piraşkimiz var. Kartofumuz artıq hazırdır. Bunu bu cür bişirmişik. Bundan çox gözəl bir püre hazırlayırıq. Suyunu tamamen süzdüm. Əzəcək vasitəsilə bunu əzəcəyik. Amma əzmədən öncə əlbəttə ki, nə əlavə eləmək lazımdır? Biraz duz, biraz kərə yağı, biraz da süd. Bu qədər kərə yağı bəs eləyəcək, sırf kərə yağın dadı gəlsin deyə. Yarım armudu stəkan süd də var, bunu da əlavə eləyirəm. Əlbəttə ki, duzumuz. 2-3 çimdiyi qədərilə yetərlidir. Bunu yaxşıca püre halına gətiririk. Əlbəttə ki, heç bir piraşki, kartoflu piraşki mənim üçün məsələn soğansız olmaz. Onun üçün soğanı da gözəl bir şəkildə doğrayacağam və yaxşıca onu bişirəcəm. Qızardacam ki, tam belə deyim də şirini çıxacaq şəkildə, şəkəri çıxacaq şəkildə karamelizə olsun. Bu cür gözəl-gözəl püremizi hazırladıq. Yaxşıca əzdik kartofu. Tamamilə əzmirəm, çünki niyə? Qeyd etdiyim kimi buna hələ soğan əlavə edəcəm. Bu biraz burada dursun. Mən isə keçim acikanın hazırlığına. Burada 3 dolu yemək qaşığı tomat əzməmiz var. Çünki bilirsiniz ki, heç bir piraşki acikasız olmaz. Dolu yemək qaşığı tomatımız var. Bir ədəd sarımsaq bura sıxdım. Bir stəkan isti su əlavə edirik buna. Yavaş-yavaş əlavə edib bunu yaxşıca qarışdırırıq. Ki, içindəki tomat tamamən həll olunsun. Yadımdadır ki, peşə tələbəliyimin ilk vaxtlarında bizim bufetimiz vardı və aşpazlar orada piraşki pişirərdi. Və biz də daimi əlbəttə ki, dərsdən biraz yayınmaq üçün orada gedib piraşkinin pişirməyini öyrənərdik. Və bilirsiniz ki, 28 mayda, xüsusən 90-cı illərin əvvəlində belə deyim də köşklər vardı və o köşklərdə çox gözəl piraşkilər pişirərdi. Amma o piraşkinin belə deyim də yağı o qədər qara idi. Amma oradakı piraşkinin ləzzəti hələ də insanların damağındadır. Yəni əslində dadı belə bir şey deyildi. Çox sadə, suda hazırlanan bir piraşki idi. Amma hələ də insanlar onun dadından danışır, onun ləzzətindən danışır. Ki, nə qədər ləzzətli piraşki idi ki, biz də bufetdə elə piraşkidən hazırlayardıq əslində. Əlbəttə ki, siz də hatırlayırsınızsa, çox gözəl dövrlər idi. İnsanlar düzdür, biraz vəziyyətləri yaxşı deyildi maddi açıdan. Amma ki, hər kəs həqiqətən çox fərqli və belə deyim də dəyişik bir duyğularla yaşayırdı o vaxtı. Sarımsağın qoxusu artıq çıxmağa başladı. Buna duz, istiot vurub və sadəcə olaraq keşnişlə şüyüd vura bilərik. Bu cür şüyüdlə keşnişi incə-incə doğrayırıq. Mən bol xoşlayıram. Siz zövqə görə bunu əlavə edə bilərsiniz. Xüsusən də yarpaq tərəflərini bura əlavə edirik. Duzumuzu əlavə edib, istiotumuzu əlavə edib, acikamızı hazır vəziyyətə gətiririk əslində. Bunu qoyuruq kənarda, burada dursun. Biraz daha axışqan eləmək olar. Bu tam olaraq zövq məsələsidir. Sizə necə rahatdırsa, necə sevirsinizsə o cür eləyə bilərsiniz. Kartof püremiz demək olar ki hazırdır. Piraşki xəmirimiz mayalanır. Sıra gəldi çatdı soğana.
Yəni bu cür bir kartofa məncə yarım dənə, yenə də qeyd etdiyim kimi, soğan çox böyüdü. Yarım dənə soğan tamamilə yetərli olacaq deyə düşünürəm. Bunu da xırda-xırda kub şəklində doğrayırıq. Bunu doğrayana qədər vaxt itirmədən tavanın da altını açaq ki, tavamız burada isinsin. Gördüyünüz kimi tamamən xırda-xırda soğanımızı doğradıq. Tavamız da artıq isindi. Bir balaca bitki yağı, biraz da kərə yağı əlavə edəcəm tavaya. Soğançamız tamam. Biraz altını vamalova alıram və baxaq görə şirniyyatımız nə vəziyyətdədir. Vay 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 vay. Tam istədiyim kimi oldu. Hətta sizə göstəreyim. Görüntüsü, gözəlliyi həqiqətən göz oxşayır. Gözəlliyə baxın. Yəni, belə deyim də, 4-5 nəfəri tamamən yetəcək qədər bir şirniyyatı bir axşam əgər ki, sizin zövqünüzə bir şirniyyat düşdü, keyfinizə bir şirniyyat düşdü, bu cür bir tart eləyə bilərsiniz. Çox asandır və eyni zamanda çox ləzzətlidir. Bunu qoyuram bir kənarda dursun, soyusun, öz növbəsini gözləsin. Mən də artıq yavaş-yavaş buradakı xəmiri də alım, gətirim yanına. Çünki xəmirim artıq görürəm ki, mayalanıb. Tam istədiyim kimi. Soğançanı da göz ardı eləməyək. Yaxşıca bunu da qovuraq. Biraz duz əlavə edirəm ki, soğanın tamamının suyu çıxsın. Biraz qara biber, biraz da sarı kök. Çünki bilirsiniz ki, ümumiyyətlə piraşki sarı köksüz olmaz mənə görə. Bunun altını alıram biraz vamalova. Kartof püresini gətirək yanımıza ki, soğança hazır olunca dərhal bunu içinə əlavə eləyək. Biraz da çevirək ki, soğançanın şəkəri çıxsın, bir balaca rəng dəyişdirsin, qızılı rəngə doğru. Görürsünüz, yəni duz vuran kimi dərhal soğan öz suyunu buraxdı və artıq qızarmağa doğru getməyə başladı. Şəffaf olmağa başladı. Bir balaca da rəng dəyişdirsin, soğançamız tamamdır. Əla. Soğança da tam istədiyim kimi qovruldu. Şəffafdan bir balaca qəhvəyi rəngə doğru gedir. Bunu da altını bağlayıram. Və soğançanın tamamını əlavə edirəm piraşkinin püresinə. Bunu yaxşıca qarışdırırıq. Çox gözəl bir ikili əldə edirik. Kartof püremiz hazır. Sıra gəldi, çatdı xəmirimizə. Görün necə mayalanıb. Tam istədiyim kimi bunu neynirik? Əlimizi yağlayırıq. Biraz da xəmiri yağlayırıq. Biraz da taxtanı yağlayırıq bu şəkildə. Hara ki biz xəmir qoyacağıq. Kündəliyib. Çox gözəl kövrək xəmir alınıb həqiqətən. Bunu neynirik? Bunu ölçü ilə 50 qramdan piraşkiları, yəni siz əlbəttə ki, zövqə görə bunu ölçə eləyə bilərsiniz, ölçək olaraq. Mən bunu bu cür 45-50 qram kimi bir ölçüdə kündəliyəcəm. Bu şəkildə kündəliyirik və yığırıq hazırladığımız yerə. Artıq kündələri hazırladıq. Yenə də taxtamızı yağlayırıq. Bu cür xəmirimizi açırıq. Ortasına kartof əlavə edirik. Kartof əlbəttə ki, içliyi biraz bol eləyirik. Və bunu bu cür hər tərəfdən bağlayırıq.
Piraşkimizi tərs çeviririk. Digər piraşkiləri hazırlayana qədər qoyuruq tərs şəkildə dinlənsin. Yağı artıq qoymuşam isinməyə. Yağımız artıq isinir. Qazanımız ocaqdadır. Bu cür əlimizlə düzəldirik ki, piraşkilarımız gözəl çıxsın. Yağımız yavaş-yavaş isinir. Biraz gür isinməlidir. Ona qədər də bir yavaş-yavaş biz piraşkilarımızı şəkillendiririk. Kartofumuzu biraz bol elədik, amma fərqi yoxdur. Yəni kartofu saxlaya bilərsiniz. Kartof püresi olaraq istifadə edə bilərsiniz və ya digər vaxtı piraşki hazırladığınız zaman 2 dəqiqə xəmirini hazırladıq. Mənə hər zaman evdə anamız belə eləyərdi. Hazır əlində kartof püresi hazırlayardı, tutardı və piraşki hazırlamaq istədiyi zaman dərhal xəmirini tutardı. Sadəcə olaraq içinə dolğusunu eləyər, piraşkini hazırlayardı. Bütün analara can sağlığı versin. Əminəm ki, sizdə də vəziyyət evdə eynidir. Çünki böyüklərimizdən görmüşük və eyni qaydada biz də davam elətdiririk. Görürsünüz bu tərəfi biraz yağlamadım. Artıq piraşkilər biraz taxtaya yapışmağa başladı. Biraz yağımızın altını açaq. Artıq gür olsun çünki 6 dənə piraşki artıq hazır eləmişik. Piraşkimiz burada qızara-qızara biz digər piraşkiləri da hazırlayaq. Gözləməyimiz əslində yaxşıdır, qeyd etdiyim kimi səbir mətbəxdə önəmlidir ki, digər piraşkiləri üzü aşağı qoymuşuq ki, onlar da yaxşıca hər tərəfdən birləşəcək. Artıq yağımız tam isinib, istədiyim kimi piraşkilarımızı yağa göndərə bilərik. Qeyd etdiyim kimi üzü aşağı bu cür birbaşa göndəririk ki, hər tərəfdən yaxşıca piraşkilarımız qızarsın. Piraşkilərin qatları da açılmadı, gördüyünüz kimi. Tam istədiyim kimi hər tərəfdən qızarır. İncə olduğu üçün də tez pişəcək. Bir qab götürüm yanıma. Üzərinə salfet sərək. Pişən piraşkiləri dərhal çıxardaq. Gördüyünüz kimi hər tərəfdən çox gözəl şəkildə piraşkilərimiz qızardı. Bunları dərhal çıxardırıq. Düzürük salfetimizə. Sonuncu piraşkimiz də yağımıza atdıq. Gördüyünüz kimi tam tamına təxmini bir 15 ədəd piraşki çıxdı bu qədər piraşkinin içindən. Yəni bunları da qızardaq. Ondan sonra yavaş-yavaş əsas yeməyimizin hazırlığına başlayaq. Piraşkilarımız da artıq hazırdır. Sıra gəldi çatdı sonuncu yeməyə. Bunun üçün də qazanımızı belə bir orta qazan götürdüm. Bunu ocağa qoyuram, orta alova alıram ki, isinsin. Öncədən toyuğun bel hissəsini kəsdim. Bu cür bir toyuğumuzu açdıq. Bilirsiniz ki, çox gözəl, ədviyyatlı, barbekü soslu toyuq hazırlayacağıq. Bunun üçün də tavanı ocağa qoyduq, əlcəyimizi giyinirik ki, toyuğu yaxşıca oxalayacağıq. Hər tərəfinə ədviyyat gözəl bir şəkildə işləsin, yerisin. Duzumuzu ilk öncə toyuğa vururuq. Yaxşıca bunu hər tərəfinə işləsin deyə yayırıq.
Gördüyünüz kimi belə biraz topbuş toyuğumuz var. Buna nə edirik? Biraz bitki yağı əlavə edirik üzərinə ki, ədviyyatımız yaxşıca yapışa bilsin. Hər tərəfinə yaxşıca bunu sürtürük. Tuzu hər yerə yaydıq. Biraz əlimizlə qeyd etdiyim kimi əzirik ki, ətlər biraz əzilsin ki, tez pişsin. Əslində bir növ tabakadır, amma barbekü soslu çox gözəl bir toyuq olacaq. Bunu bu şəkildə həm pul biberi, həm qırmızı istiotu hər bir yerinə gələcək şəkildə gözəlcə sərpişdirib yayırıq. Bu toyuq vam alovda yavaş-yavaş pişməlidir. Görürsünüz, hər bir tərəfə gələcək şəkildə qırmızı istiotu yaydıq. Əlcəyimizi çıxardırıq və tavamızı hazır vəziyyətə gətiririk. Biraz yağ, tavamız artıq isinib, toyuğumuzu göndəririk tavaya, qızarsın. Qeyd etdiyim kimi çox gür alovda deyil, vam alovda yavaş-yavaş qapağını bağlayaraq bir balaca da su dökərək toyuğumuz burada bişəcək. Biz də yavaş-yavaş bütün ərzaqları hazırladıq, bütün yeməklərimizi hazırladıq. Süfrəmizi düzməyə başlayaq. Yadındamı ötən günlər, qəm çoxalır, azabı bizimizdə, alnımızda o illərdən izlər qalır. Gələsizim keçənləri yada salaq dönə-dönə, ötən günə gün çatarmı, calasan da günü günə. Dəyərli dostlar, gəldik bugünkü verilişimizin sonuna və təbii ki, önümdə düzülən ləzzətli görsənən yeməklərin dadımına. İlk bismillah deyib başlayıram pirajkinin dadımından. Görürsünüz, çox gözəl alınıb, yəni yumuşacıq, biraz vaxt keçsə belə pambıq kimi, yəni inanın mənə ki, bir gün keçsə üzərindən yenə də pambıq kimi qalacaq bu pirajkilə. Bu xəmirdən bunu hazırlasaz. Əlbəttə ki, yanında acikası olmazsa olmazdı. Biraz acikasından batıraq bunu, tam məktəb illərindəki kimi. Bu küçə pirajkisini yemək kimi. Məncə bu reseptdən hər bişirməmisinizsə, siz də bişirin, əminəm ki, daha ləzzətli alınacaq. Əlbəttə ki, bu pirajkinin daha da ləzzətli olması üçün yanında buz kimi Coca-Cola olmazsa olmazıdır. Doğmalarımızın ətrafında keçirdiyimiz hər an həyatımıza yepyeni duyğular gətirir. Ailə üzvlərini süfrə arxasına toplayan dəyişilməz dadı isə illərdir Coca-Coladır. Coca-Cola məhsul çeşidləri hər zövqü oxşayaraq, kiçikdən böyüyədək hər kəsin sevimlisinə çevrilib. Süfrələrimizin daimi qonağı olub. Hər kəsin ürəyinə yol tapan bu məşhur dadla siz də özünüzü və yaxınlarınızı sevindirin. Süfrələrinizi Coca-Cola ilə bəzəyin. Çünki əsl möcüzələr Coca-Cola ilə başlayır. Və əlbəttə ki, əsas yeməyimiz barbekü sosunda bol biberli bu cür bir toyuq hazırladım. Yəni mən bunu tavada bişirdim. Ara sıra su əlavə edərək vam alovda biraz kərə yağı əlavə elədim. Yəni çevirərək çox gözəl bir bu cür gördüyünüz kimi bir toyuq alındı. Amma əlbəttə ki, yanında Antalya piyazı məncə tam yerinə düşər. İkisini də bir yerdə yemək lazımdır məncə. Piyazın da ən son üzərinə pişmiş yumurta əlavə elədik. Çünki piyaz yumurtasız olmaz. Bol soslu, çox gözəl görsənir. Baxaq görək necə alındı. Toyuq pambıq kimidir gördüyünüz kimi.
Çox gözəl də bişib. Əlbəttə ki, təxminən bir 15-20 dəqiqə tavada bişdi bu. Ara sıra həm ocağın altını bir balaca açdıq, bağladıq. Yəni əlbəttə kontrollü bir şəkildə bunu bişirdim. Baxa görə necə alındı və mütləq barbekü sos tutdum yanıma. Ara sıra da barbekü sos üzərinə gəzdirdim. Bir sözlə əla. Mən bunu əlbəttə ki bitirəcəm. Daha çox sizi tutmayayım. Belə bir gözəlliyi var burada gördüyünüz kimi. Çiyələkli bir tart hazırladım. Bunun da bu cür görüntü verdim. Ən son nanə yarpaqlarının üzərinə gəzdirdim. Biraz bunu bu şəkildə kəsək. Vay. Xəmiri də çox gözəl alınıb. Cemi də çox gözəl alınıb. Çiyələklərin tam mövsümüdür. Məncə hələ çiyələk bitməyib. Siz də bişirin. Gözəlliyə baxın. Baxa görək necə alındı. Haydi bismillah. Bir balaca turşa şirindir. Belə deyim də tam kıvamında. Yəni nə çox şirindir, nə çox turşdur. Məncə bu reseptlə hazırlayın, peşman olmayacaqsınız. Çox ləzzətlidir. Əla. Bu reseptləri yenə də hər zaman olduğu kimi sevgimi qataraq sizlər üçün bugün mən Ramil Şef hazırladım. Ənənəvi olaraq bu və buna bənzər bir çox reseptləri görüb, izləmək və öyrənmək istəsəz, o zaman buyurun elə indi keçid YouTube və Instagram səhifəmə. Əlbəttə ki, hər həftə yeni reseptləri qaçırmaq istəmirsinizsə, səhifələrə abunə olmağı da unutmayın. Tam da bu yerdə sizinlə xudahafizləşirəm. Gələn həftəyədək. Uca Allah sizləri qorusun, ruzu bərəkətiniz bol olsun, gününüz ləzzətli olsun. Yadındamı öten günler hem çoğalır hem azalır yüzümüzde alnımızda o illerden izler kalır gelesizim keçenleri ya da salak döne öten güne gün çatar mı calasan da günü güne. Verilişin sponsoru Coca-Cola.